23-cü tapşırıqda 3 qüvvə göstərilir düz xətt boyunca yayılan və bu qüvvələrin verdiyi ən böyük təcil A-ya bərabərdir, ən kiçiyinin verdiyi təcil istənilir modulca. Bildiyimiz kimi qüvvə ən böyük qiymətini bütün qüvvələr eyni istiqamətə yönəldikdə verilir. Yəni hər birini istiqamətdə sağa təsəvvür etsək düz xətt boyunca, o zaman əvəzləyicinin böyük qiyməti üçünün də cəmi olacaq. Yəni 30 üstə gələ 20 üstə gələ 5, 55 Newton olacaq. Daha sonra isə kiçiyi tapmaq istəsək, əvəzləyici qüvvənin kiçiyini, ən böyüyünü bir tərəfə, digər ikisini isə eyni tərəfə yönləndirməliyik. Və eyni tərəfə gedənlər bildiyimiz kimi cəmlənir, əks gedəndə fərqi tapılır. Yəni 30 çıxılsın 20 üstə gələk 5, bu da bizə 5 Newton verəcək. Göründüyü kimi 5 55-dən 11 dəfə kiçikdir və böyüyün verdiyi təcili A qəbul etsək, A bərabərdir F əvəzləyici bölünsün M düsturuna əsasən kütləvilik bildiyimiz kimi cəmi sabit qalır. A F ilə düz mütənasibdir, yəni böyüyün qiyməti A-dırsa, kiçik ondan 11 dəfə kiçik olmalıdır, yəni A bölünsün 11 olacaq. Yəni 11 dəfə kiçik cavabını tapmış oluruq.